Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa imkan verib. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasına çıxışı zamanı bu fikri səsləndirib. Spiker vurğulayıb ki, mürəkkəb beynəlxalq konjunkturaya baxmayaraq, iqtisadiyyatımızın dayanıqlı və ardıcıl inkişafı təmin edilib. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilir. Azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri xüsusi olaraq qeyd edilməlidir. Bugün Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır. Sosial sahəyə böyük diqqət yetirilir. İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımı tədbirlər görülür. Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlamış, həm də büdcə gəlirlərinin artımını, büdcə xərclərinin sosial yönümünü və maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin etmişdir. Bu il bizim büdcə müzakirələrimiz Konstitusiya və Suverenlik ilinə təsadüf edir. Noyabrın 12-də xalqımız Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Konstitusiyamızın 30 illiyini qeyd etdi. Eyni zamanda bu ay Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük vətən müharibəsində tarixi zəfərinin 5-ci il dönümü də qürurla qeyd olundu. Dövlət suverenliyimizin tam bərpasını təcəssüm etdirən bu tarixi hadisələr gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə xüsusi bir məna verir. 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41%, cari xərclərin isə 68% və yaxud 17,1 milyard manatı sosial yönlü xərclərə yönəldiləcək. Maliyyə naziri Sahil Babayev gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı bu barədə danışıb. Onun sözlərinə görə bu 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17% çoxdur. Beləliklə 2026-cı ildə sosial yönlü xərclər prioritetlər sırasında olacaq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulmuşdur. Bu 2025-ci ilə nisbətən 121 milyon manat, 24-cü ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Orta müddətli dövrlə, yəni 4 illik dövrlə müqayisə etsək, cəmi 4 illik bir dövrdə bu xərclər 41% artmışdır. Cari ilə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə növbəti ildə 2,8 milyard manat vəsait sərf ediləcəkdir. 2018-2025-ci illərdə icra olunan sosial islahat paketi, o cümlədən orta aylıq pensiya 2,6 dəfə, sosial müavinətlər üzrə ayrılan illik vəsait 5 dəfə artıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə məlumat verib. O, bildirib ki, 2018-ci illə müqayisədə cari ildə qeyri-neft qaz gəlirləri 2,2 dəfə artıb. 2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft qaz gəlirləri 2,2 dəfə artmışdır. Qeyri-neft qaz vergi daxil olmaları isə dövr ərzində 2,3 dəfə artmışdır. Qeyri-neft qaz gəlirlərinin büdcədə payı 2018-ci ildəki 40%-dan 2025-ci ilin təsdiq edilmiş büdcəsində 52%-ə yüksəlmişdir. Müzakirələr zamanı Mərkəzi Bankın sədri Talih Kazımov dollarlaşma məsələsinə də diqqət çəkib. Bildirib ki, valyuta əməliyyatlarında dollarlaşma bir il öncəki dövrlə müqayisədə əhəmiyyətli şəkildə azalaraq 28,5% enib və bu tarixdən aşağı göstəricidir. Bu, dinamika həm gözləntilərin sabit olduğunu, həm də manata inamın artdığını göstərir. 10 ayın nəticələrinə görə bank sektorunun 20,8 milyard manat krediləşdirmə potensialı var ki, bu da real sektorun maliyyə resurslarına çıxışın geniş olduğunu göstərir. Cari ilin 10 ayında bank sektorunun cəmi öhdəlikləri 6% artaraq 49,2 milyard manata çatıb. Depozitlər cəmi öhdəliklərin 73,3%-ni təşkil edir. Bunun da 15,5 milyard manatı əhalinin əmanətləridir. Dövr ərzində əhalinin əmanətləri 8,7%, o cümlədən müddətli əmanətləri 15% artmışdır. 2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat, təhsil və elm xərclərinə 5,2 milyard manat, kənd təsərrüfatı və ərzaq təhlükəsi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsində 1,2 milyard manat ayrılması nəzərdə tutulur. 2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat nəzərdə tutulur.
Bu gəlir və xərclər üzrə 0,7%lik artım deməkdir. Dövlət büdcəsi kəsirinin yuxarı həddi isə 3,1 milyard manat olmaqla ümumi daxili məhsulun 2,3%-ni təşkil edəcəkdir. Büdcə zərfi makroiqtisadi sabitliyi səciyyələndirən proqnozlara əsaslanır. Belə ki, növbəti ildə iqtisadi artım 2,9%, orta illik inflyasiya səviyyəsi 4,8% proqnozlaşdırılır. Büdcə zərfinin 3 gün ərzində müzakirəsi nəzərdə tutulub. Kamil Əldaroğlu, Mirəz Mirəloğlu, ASTV xəbər.